Dünyada müsəlmançılığın ən çox təhqir olduğu dövlət Hindistandır. Mən Hindistanı, yəni mənim dediyim söz təhlil sözüdür. Xalqıma, dövlətimə, kiməsə pislik gətirim o niyyətlə demirəm, fakt deyirəm mən. Hətta ali rəhbər özü Hindistanda Quranın, Həzrəti Peyğəmbərin, imamların söyülməsinə münasibət bildirdi. Göstəriş verdi ki, qarşısını alın. Demə formallıq imiş. Əksinə Hindistan ilə İran arasında iqtisadi münasibətlər daha da gücləndi. Yəni, ali rəhbər İslam dini prizmasından səhv eləmirəmsə Amerikada da, Avropada Quran yandırılıb, oralara reaksiya verməyib şəxsən özü. Veribsə də bir də verib. Yəni, o İranda populyar mövzu deyil. Amma Hindistanda İslam dininin təhqir olunması o səviyyə gəldi satdı ki, ali rəhbər özü münasibət bildirdi. Həmin Hindistanı İran öz büdcəsindən maliyyələşdirir. Həmin Hindistan, belə deyək də, Pakistana hücuma keçdi, İran Pakistanı müdafiə eləmədi.